yığmışam və almışam. Mən 12 yaşımdan bəri istəyirəm. Siz də Vəkil Fərhad Mehdiyev avtoqəzada vəfat edən qızı Zəhranın ölümü ilə bağlı yayılan video müzakirələrə cavab verib. O bu barədə sosial media hesabında paylaşım edib. Vəkil bildirib ki, qızı model olmağa çalışırdı və bununla bağlı nə paylaşımlar edibsə yaxşı edib. Əzizlərim, ağrını başa düşmək olmur. Onu ancaq hiss etmək olur. Əgər o ağrını yaşayırsansa, Allah heç kəsə yaşatmasın. Ağ Mercedesin sürücüsünün təqsiri barəsində yayılan videodan tam məlum olmadığına görə, sürücünün dayanması ilə qəzanın arasında keçən zamana baxılmalıdır. Əgər sürücünün tədbir almağa vaxtı olmayıbsa, o bagajını açmalıydı və avtomobilin arxasında xəbər edici işarə qoymalı. Onun avtomobilində olan nasazlıq təxmin oluna bilən nasazlıq olmayıbsa, o təqsirli sayılmayacaq. Yox, əgər sürücü avtomobilində olan nasazlıq haqqında məlumatlı olubsa, bunu da ekspertiza müəyyən edir. Belə halda yolun sol tərəfi ilə sürə bilməzdi və sağ tərəfdən sürülməli idi. Üstəlik, avtomobil dayandıqdan dərhal sonra sürücü arxaya keçərək 20 metrə arxadan xəbər edici nişan yerləşdirməyibsə, o zaman təqsirli sayılmalıdır. Qızım aktrisa model olmağa çalışırdı. Mən o seçimini dəstəkləməsəm də. Bununla bağlı nə videolar çəkibsə, yaxşı eləyib. Kaş yaşayardı, çəkməyə davam edərdi, daha çox çəkərdi. Bəzi insanlar saxta əxlaq yanaşmaları qoyaraq onu qınamağa çalışsalar da, yazdıqları çox cılızdı və yazı sahibinin insanlıq, empatiya və vicdan hissindən məhrum olduqlarını göstərir. Goranboyda həyat yoldaşının qətlində ittiham edilən 39 yaşlı şəxsin məhkəməsi başa çatıb. Gəncə Ağır Cinayətlər Məhkəməsində keçirilən prosesdə təqsirləndirilən şəxsə hökm oxunub. Araşdırmalarla müəyyən edilib ki, həmin şəxs həyat yoldaşını qısqanclıq zəminində qətlə yetirib. Belə ki, kişi arvadını digər şəxslərə, eyni zamanda öz xalası oğluna qısqanıb. Bu səbəbdən ailədə münasibətlər kəskinləşib, nəticədə həmin şəxs xanımını bıçaqlayaraq qətlə yetirib. Mərhumun atası məhkəməyə sənəd təqdim edərək həmin şəxsdən şikayətçi olmadığını bildirib. Məhkəmənin hökmü ilə 39 yaşlı şəxs 9 il həbs cəzasına məhkum edilib.